Rəşad özü məsələn mənim evimə gəlib gedən adamdır. Mən onun evinə gəlib gedən adamım. Özün uşaq olub. Dərd ortağımdır. Elə momentum olub ki, mənim qohumlarım eləmədiyini Rəşad eləyib. Gəlib mənim məsələsində tutaq ki, sağlamlığımda problem var. Götürüb mənə aparıb, belə dördə getməliyik bura. Bildiniz, yəni qardaşlıq eləyib mənə. Ona görə mən onu da bilmərəm. O problemlər, bildiniz, yəni Rəşada da deyib o da, mənə də deyib o da. Ortaq bizim dərdimizdir, bildiniz. Olmamalı bir şeydir. Allah Rəşadın qapısını açsın da. Yəni bu birisi də mənim qardaşım idi, o da mənim qardaşımdır. Çox maraqlı. Ortada qalan biraz problemdir. O çox maraqlı idi ki, məsələn, çox ələkbər sayağa atdım idi da, sual verəndə bəs Rəşada. Dedim, mən Rəşad haqqında heç nə danışmaq istəmirəm, ələkbər. Rəşad dediyində cavab verə bilmir, dörd divar arasındadır. Nə zamansa danışarıq. Mən belə eşitmişəm böyləmdən ki, bir adam tustaqlısa, onu hökumət tutur itələyir. Sənin onunla problemin var. Mən türmədə olsaydım, Allah uzayasın. Rəşadla görüşəm, danışarım ki, arkadaş necə oldu? Sıxmasın, mən 3 dənə balam var. Mən bunu Rəşadı qınayıramsa ya. Ki, Allah balala görə gəl səbr eləyəydin o momentdə. Düz ya, olmamışıq orada. Yetim bilməyi necədir. O Allahın işidir, Allah yardımcısı. Mən bu ilə o düşünürəmsə, onun barədə 3 dənə mənim balam var da. Mən eləyə bilmədiyim şeylərdir. Həm də ki, kişi qanı su ilə yuyar. Qanı qanla yumaz. Anam mənə dedi ki, mən Almaniyadaydım bu hadisə olanda. Yığdı məni. Mənə də birinci rasım yığıb. Səhər-səhərdir. Deyir ki, YouTube'a baxmamısan. Orada saat 8-dir, burada 11-dir. Noyabr ayının 9. Deyirəm, nə olub qarşı? Deyəsin, deyirəm, o narahatam axı Bakıdan. Deyirəm, sağ ol, nə olub? Həsə İskəndərlə Rəşadda, mən bən bacım oğlu Rəşadı deyir. Nə olub? Başım hayır. Demir mənə ki, Rəşad dağıldı. İkisi də mənim üçün qorxulu vəziyyətdir. Amma bacım oğlu ilə bibim oğlu lap şeydir. Deyirəm, vurub nə olub? Banısıda deyir. Deyir, ölüb. Ay da. Ben danışam, o tüklərim yüzüyor. Sonra deyir ki, deyirəm, anam necədir? Elə mən bacım oğlu. Deyirəm, anam haradadır, anam necədir? Deyir, danışmamışam nənə ilə. Amma ağa ilə danışdım. Deyirəm, ağa kimdir? Deyir, Rəşadın qardaşı. Deyirəm, o dağlı Rəşad deyirsən. Deyirəm. Deyirəm, o başın xərabdır. İkisi də məhsuldardır. Amma bacım oğlu 19 yaşında uşaq, yəni bibim oğlu, yəni düşmançılıq və nəsə biraz da istəndim üstünə. Sonra anam yığdı. Qayıtdı mənə ki, sənə ömrümdə bu sözü deməmişəm. Sənin südümü halay eləmərəm. 40-a qədər heç nə danışma. Heç bir şey danışma. Çünki Rəşad da səndir. Sən uzaqdasan. Bu dəqiqə mən də bir sən necə hazırlaşmışam. Bilmirəm o hadisə nədir. Doğrudan da Rəşad üçün pis hazırlaşmışam beynimdəki.